Neo-Lezginka tənzimimizin 6-cı hərəkəti. Xidmətdə kamil göstərirəm və idaməsində tozihi ilə xidmətiniz olacaq. Bu hərəkət ki gördünüz, bunun adını biz qoymuşuq yanaçı yürüyüş. Hərəkətdir ki, yanaçı icra olunur ya sağa tərəf, ya sola tərəf. Tənzimimizdə, bu tənzimdə biz bunu sağa tərəf hərəkət edirik və özürdə göstərdik xidmətinizə. Ayaqlar nə modeldədir? Sadədir. Kəf pəncədən təbəyyət edir. Bu modeldə fəqət icra olunur ki, bir seri ayağı kəf qoyuruq. O birisi ayaq ki, istəyir pəncə olsun, onu rədd edir, sibqət alır ondan sağa tərəf. Gedir onun dalısına. Dubarədən qabaq ayaq ki, kəfdədir, dubara həman kəfi idamə verir və gedir qabağa. Kəf, dubara, pəncə. Kəf, pəncə. Kəf, pəncə. Fəqət nöqtəyi ki, burada çox diqqət eləyək, o da budur ki, ayağımızı üstdən, yəni diz qəşək qalxır, şapbadır, yəni dəyir yerə. Yəni deyir, kəf, pəncə, kəf, pəncə, kəf, pəncə. Bu hərəkətin ayaqların bu modeldə təmrin edeyim və idaməsində əllərin də tozif edeyim xidmətinizə. Əllər ki, bunda istifadə edirik, bu modeldədir ki, hansı tərəfə ki gedirik, o əl bağlı, bu birisi əl açıq, yəni bədən gedir bu tərəfə, vəli əllər o tərəfi nişan verir və bərəksi də ola bilər. Əllər açıqdır, yumruq olur, açılır, yumruq olur, açılır. Sağ ayaqda əllər bağlanır, yumruq, sol ayaqda əllər açılır. Zaviyyə ki, əllərin var, bədənə yapışmır, fasiləlidir, nə çox açıq, nə çox bağlı bu əlimiz. Bu zaviyyə ilə ikisi də bir rastdan nişan verir. Təqribən 30 dərəcə. Ki, deyirik, sağ ayaqda əllər bağlı, sol ayaqda əllər açıq. 1, 2, 3, 4. Bu modeldə təmrin eləyəcək. 6-cı hərəkətimiz ki, yanaçı yürüyüş adlanırdı. Xidmətinizə kamil halətdə tozih verildi. Dərxastım var, ayaqların və əllərin təmrin eləyəsiniz və amadə olasınız o birisi hərəkətlərimizin amuzişinə.